Salam əziz dostlar. Mən bugünkü videomda da sizlərə internetdən pul qazanmağı göstərəcəm. Göstərdiyim saytın adı gördüyünüz kimi Kolotibablo saytıdır. Bu saytda biz internetdən yazı yazaraq pul qazanacaq. Çox sadədir, ancaq qazanmaq üçün səbir lazımdır. Səbir də o deməkdir ki, işləmək. Səbir deyəndə işləmək lazımdır. Yəni kimlərsə istəyir ki, elə internetdən sadə bir yolla pul qazansın. Bu heç də mümkün deyil. Beləliklə, keçən saytdan qeydiyyat prosesinə və sayta qeydiyyat keçmək üçün mən saytın linkini videonun aşağısına yerləşdirəcəm. Siz oradan qeydiyyat keçə bilərsiniz. Qeydiyyat prosesi belədir. Beləliklə, gördüyünüz kimi açılan səhifədən biz aşağı gəlirik. Mən Google Chrome'dan açmışam saytı, ona görə sayt türkçə çevrilib. Gördüyünüz kimi bu bölümə daxil olub. Daxil olduqdan sonra gördüyünüz kimi belə register bölümü gələcək. Biz bura loginimizi yazacağıq. Buraya da bir aktiv e-mailimizi və buna basacağıq. Bizim e-mailimizə bizim parolumuz gələcək və biz oradan parolumuzu götürüb sonra sayta daxil olub loginimizi bura, parolumuzu da bura yazıb və sayta bunu basaraq sayta daxil olacaq. Gördüyünüz kimi biz artıq qeydiyyatı keçmiş olacaq. Və saytda necə qazanacaq əziz dostlar? Gördüyünüz kimi saytda öncədən qazanmadan öncə biz saytda gördüyünüz settings bölümünə daxil olub burada biz qazandığımız pulu çəkmək üçün gördüyünüz kimi burada sizdə bir belə göy işarə olacaq bu bölümdə. Ora vuracaq və biz bir dənə 4 rəqəmli pin kod yazacaq. Yazandan sonra bizə bir dənə şifrə yollanacaq e-mailimizə. Biz həmən e-mailimizdəki şifrəni yenə də buraya yazıb pin kodumuzu təsdiq edəcəyik. Bu pin kod bizə saytda pul çəkmək üçün lazım olacaq. Sonra biz saytda gördüyünüz kimi bu bölümə Start və bu bölümə daxil olaraq biz yazı yazaraq pul qazanacağıq. Biz əgər gördüyünüz kimi yazı yazaraq pul qazanacaq, yazarkən onu da deyim ki, diqqətli olun, böyük və kiçik hərfləri də düzgün yazın, tələsməyin. Əgər yazını oxuya bilmirsinizsə yazmayın. Və gördüyünüz kimi vaxt tamam oldu, mən yazmadığım üçün vaxt tamam oldu, aydan bunu basıram. Və bir daha gözləyirəm. Gördüyünüz gəldi 7, K, S, Y böyükdür, C balaca bu. 7, K, S, Y, C və Enter düyməsini qoyuram. Saytda belə qazanmaq olur. Saytın bir dənə də proqramı var. Mən onu sizə göstərim. O proqramla biz çox qazana biləcəyik. Beləliklə. Gördüyünüz kimi proqramı biz buradan yükləyəcəyik. Saytın proqramı bu bölümü basaraq biz kompüterimizə proqramı yükləyəcəyik. Və yüklədikdən sonra biz proqramı yüklədikdən sonra gördüyünüz kimi belə bir şey açılacaq. Saytda bizdə belə. Və onun üzərinə vuracaq. Gördüyünüz kimi belə. Biz loginimizi bura, parolumuzu bura. Biz bu proqram vasitəsilə kapçaları işarələyib pul qazanacaq. Bu sayta aid 2 dənə də sayt var. Ancaq bu sayt ən yaxşı saytdır. Burada kapçalar çox gəlir və çox qazanmaq olur. Yenə burada da bir şey sizə izah edeyim. Loginimizi yazandan sonra sizə bu bölümə daxil ola bilməyəcəksiniz. Proqramı yükləyənsiniz, ancaq bu bölümə daxil olacaqsınız. Start old version. Burada da kapça çıxmayacaq. Görəsiniz, sizdə bu alt bölümdə deyəcək bir dənə proqram yüklə, kompüteriniz dəstəkləsin. O proqramda yüklədikdən sonra
Siz Start Working bölümünə daxil ola bilərsiniz. Gəlin birlikdə mən daxil olum. Mən artıq qeydiyyat keçmişəm. Bu saytda pul qazanıram. Gördüyünüz kimi Start Working daxil oluram. Əgər sizdə dediyim kimi o proqramı yükləsiniz, proqramı yüklədinizsə o bölümə daxil, mütləq o bölümdən daxil olun. Yoxsa az qazanacaqsınız. Yenə də sizə deyim. Gördüyünüz kimi proqram açıldı və Start düyməsini vururuq. İstəyirik ki, kapsiya gəlsin, biz yuxarıdakına daxil oluruq və gözləyirik. Kapsiya gəldi. Burada göstərir. Görürsünüzmü? Dağ şəkillərin üstündən vururuq biz. Məndə hal-hazırda internetdə sürət zəif olduğu üçün biraz gec açır. Gördüyünüz kimi dağ şəkilləri üzərinə vururuq və pod ve dit vururuq. Hər dəfə 2 dəfə kapsiya yazandan sonra bizim balansımıza pul köçür. Gördüyünüz kimi belə biz yazıları vitrin, namı, mağazenin yazılarının üstünə vururuq. Görün, bunudur. Məndə burada 497-dir. Artıq mən keçdim. Gördüyünüz kimi bu yazını oxuya bilməyənlər keçə bilərlər, ancaq mən görürəm Z, V, 7, Z, Y, P, X. Böyük hərflə yazdım, kiçik hərflə yazmalıyam. Z, V, 7, Z, Y, P, X. Bir daha da yoxlayıram və submit vururam. Və pauzanı vururam sizə video. Gördüyünüz kimi biz eğləntisində qazanacaq. Gördüyünüz kimi burada mənim balansımda 1.53 sent var. Burada göstərir ki 0.43.40 84 kapça nə deməkdir? Əziz dostlar, biz burada 500'dür. Bizim qazandığımız birinci bura gəlir. 500 dənə kapçadan sonra biz balansımızı, əsl balansımıza keçir və biz pulu çəkə bilirik. Burada göstərir məndə 5%, birinci 2%, 5%, 5% üçün mən 1000 dənə kapsa yazdım, 5% oldu və 5000 dənə yazandan sonra qazandığım üstünə 8% də gələcək. Mən bu proqramı bağlayıb və sayta keçirəm bir daha. Saytda gördüyünüz kimi pulu hardan çəkəcək, qazandığımız pulu necə çəkəcək? Finans bölümünə daxil olub və saytdan çıxmışdı və sayta yenidən daxil olan finans bölümünə daxil olub. Biz bu bölümə daxil olub. Gördüyünüz kimi mən dediyim kimi 84 dənə kapsa yazandan sonra məndə üstünə gələcək balansımız. Pulumuz burada olanda biz pulumuzu çəkə bilmirik. Pulumuz 500 dənə kapsanı yazandan sonra qazandığımız pul avtomatik olaraq bura köçür. Biz də pulumuzu burada biz nə ilə çəkirik? Yandex-lə, Bitcoin-lə, Payze-lə, Okpay-lə, Kiwi-lə. Gördüyünüz kimi. Bu da yəni ki transfer. Yəni mən sənə pul yollaya bilərəm sistem içərisində. Sən də mənə. Gördüyünüz kimi sistem içərisində bunlarda 10 qəpikdir. Bitcoin-lə qalanlarda hamısı. Bu da Yandex-də də 50 sentdir. Transfer saytın öz içərisində transferlə isə 10 sentdir. Qalanlar aşağıda Kiwi də 50 sentdir. Qalanlar 1 dollardır. Bitcoin ilə PayPal isə 5 dollardır. Mənim balansımda 1.53 olduğu üçün mən pulumu Okpaya çəkə bilərəm. Gördüyünüz pul çəkəndə də beləsinə daxil oluruq və nə qədər də balansımızı artırırıq. Gördüyünüz kimi mənim balansımda 1.53 var və Okpay hesabımızı bura nexit vururuq və mən sizə dediyim kimi orada 4 rəqəmli pul çəkəndə bizə kod lazım olur. Biz o kodu daxil edib və balansımıza pulu çəkirik. Yəni sayt pul ödəyir. Gördüyünüz kimi bu bölümlərdə View Status bölümü. Burada mənim gündəlik qazandığım pullardır. Bugün 46 dəfə yazı yazmışam. 0.03 qazanmışam. Dünən 21 fevralda 242 dənə vaxtım olanda yavaş-yavaş yazıram. 26 sent qazanmışam.
Ondan qabaq 20 fevralda 232 yazıb 23 sent qazanmışam. Bu da ki, həmən 5%-imdir. 500-dən niyə elə bil ki, burada satmışam 500 kapçıya. 2 sent yarımda verim. Ondan qabaq da 81, yəni gördüyünüz kimi 242-yə 26 sent, 268 dəfə 31, belə-belə. Gündəlik mən yazdığım və qazandığım pullardır. Bir dənə də bu bölüm var, error bölümü. Siz əgər kapsanı yanlış girərsinizsə, sizdə burada görürsən qırmızı 3 dəfə yanlış kapça görürsünüz, sistem sizi bloklayır və bir daha qazana bilmirsiniz. Ona görə də diqqətlə yazın, başa düşmədiyiniz hərfləri yazmayın, buraxın getsin, yenisini yazın. Gördüyünüz kimi mən burada səhv eləmişəm. Burada yazı 4 n-yi 3 sıxı idi, mən 3 ilə yazmışam və səhv olub. Sizdə də bu səhv ola bilər. Siz bu səhvi götürməkdən ötürü ya sizin bu balansınıza, opşi balansınıza pulunuz olmalıdır. Onu 10 sentə silə bilərsiniz. Ya da ki, yenə də proqram açıram mən. Yenə də. Burada sizdə bu açmasa, buradakı proqramı yüklərsiniz, açılar. Ya da ki, burada gördüyünüz kimi bir yazıları var, dediyim kimi. Yazılar var, bir də kapça var. Kapça, 100 dənə kapça yazmalısınız. Burada mən yazdığım kapçalardır, gördüyünüz kimi. 498. Kapçanı səhv eləyəndə səhv sayılmır, ancaq hərfləri mütləq böyüklə, kiçik-kiçiklə. Gördüyünüz kimi 32, 85, 98. 84 kapça idi. Gördüyünüz kimi 33 kiçik hərfini atdı. 9 enter. Sizə bax, yenə də proqram. Gəlin bir içdə baxın sizə Z8 böyünə yazsın. Kapça gəldi. Bizə bu kapça çox qazandırır. Gördüyünüz kimi kapçaları biz yazırıq. Kapçaları yazırıq biz. 2 dəfə yazandan sonra daxil edir. Gördüyünüz kimi. Gördüyünüz kimi daxil oldu və proqramı bağlayırıq. Gördüyünüz kimi yenə də mən sayta daxil oldum və mən bu kapçamı silirəm, mən də ora. Mən bu yazdığım səhv kapçanı silirəm ki, ola bilsin yenə də səhv eləyərəm. Sizdə də o yuxarıda görürüz, yaşıl rəngdə kapçalar olacaq. Neçə dənə, 100 dənə kapçuz varsa, siz sistemdə səhv yazı yazmışsınızsa, bu bölümə daxil olub. Buradan gördüm, məndə 498 dənə var və bunun üçün 100-ü çıxacaq. 100-ü çıxıb və mənim səhifim silinəcək. O deməkdir ki, mənim sistemdə indi hal-hazırda səhifim yoxdur. Sizdə də səhv olan kimi 100 kapçanız varsa silin. Yoxsa 3 dənə səhv eləsiniz, sistem sizi saytdan kənarlaşdıracaq. Beləliklə çox sadə və işləmək lazımdır. İşləyərkən yenə də bir daha deyim ki, sonda tələsmək lazımdır. Böyük hərfləri böyük və kiçik hərfləri kiçiklə yazın. Əgər bilmədiyiniz yazını oxuya bilmirsinizsə, yazmayın. Buraxın, qoy geçsin, ayrıdan yazın. Proqramla, bir də mən dediyim proqramla işləyin. Və mən deyərsiniz, qazandığınız pulu niyə çəkmirsiniz? Mən 5 dollar olanda bitcoinə çəkəcəm. Okbayım var, mən okbaya çəkə bilərəm. Okbaya çəkmirəm. 5 dollar olanda mən bu haqda video çəkəcəm, yükləyəcəm və birlikdə baxarıq bu videoya inşallah. Sağ olun, növbəti videolarda görüşərik.